Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Bəxtiyar Vahabzadənin İstiqlal poemasının izahını təqdim edirəm. Söz cümlə təhlil edəcək, sona qədər izləyirsiniz. Həmçinin YouTube kanalımıza abunə olub, bəyənib, paylaşıb, rəy yazmağı əsirgəməyin. Həmçinin bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq üçün qeyd edilən bu nömrənin WhatsApp-ını yazırsınız. 051 785 15 20. Baxın yoldaşlar, bu nömrənin WhatsApp-ını yazaraq siz bizim tam ödənişsiz qrupumuzdan faydalana bilərsiniz. Biz bilirik ki, yoldaş İstiqlal poemasından Bəxtiyar Vahabzadə 1999-cu ildə yazıb və Gülüstan poemasının davamıdır. Bunu belə qəbul edin. Belə olaraq da yazıb. Baxaq təhlilindən bütün məqamlara diqqətinizi çatdıracaq. Baxaq yoldaşlar. Üzr istəyirəm. Dünya çalxalandı, sular duruldu. Yəni artıq hadisələr artıq öz yerini tapdı. Dünya çalxa, sular duruldu. Tərsinə dolandı əsrin məhvəti. Zaman hökm elədi. Vaxt hakim oldu. Ayağa qaldırdı qul millətlər. Hansı ki biz Sovet dönəmində və yəni 2000-ci illərdən yəni əvvəl biz görürük ki, iri millətlər xırda millətləri təsir altına salmışdılar və artıq belə deyək də söhbət burada eyni zamanda Afrikadan da gələcək. Yəni bir çox belə deyək də məmləkətlər xırdalar tutub təsir altına salmışdı. Kölə vəziyyətində idi. Artıq deyək ki, dünya çalxalanıb, sular durulub. Təbii ki, bu suların durması rəmzi mənadadır. Yəni hadisələr artıq öz axarına düşüb və bir çox qul millətlər ayağa qalxıb öz azadlığını tələb etdilər. Bunu demək istəyir burada birinci bənddə. Qullar silahlandı qəzəbdən, kindən. Yəni qəzəblə, kinlə silahlandılar. Ayıra bildilər dumandan sisi. Yəni yaxşını pisdən artıq ayıra bilirlər. Qovdu ağasının məmləkətindən kölə Afrikanın kölə zənciri. Zəncisi. Hətta kölə zənci öz ağasını qovur. Çünki artıq azadlıq istəyir. Göyə dirək oldu amanım ahım. Halalca haqqımız bizdən yan qaçar. Zəncinin bəxtini açan Allahım, bəs mənim bəxtim nə zaman açar? Təbii ki, burada bəs mənim bəxtim nə zaman açar deyilsə, təbii ki, biz görürük ki, bu poema 1999-cu ildə yazılıb, biz artıq onun azad idi. Təbii ki, burada Cənubi Azərbaycandan söhbət gedir, işarə var ki, bəs mənim bəxtim nə zaman açar? Yəni, Cənubi Azərbaycan nə zaman müstəqil olub, şimaldan birləşəcək? Burada ona bir işarə var. Yaman uzun çəkdi hökmü bu qəsdin. Ayrılıb ikiyə döndü bir vətən. Yəni 1813-cü ildə Gülüstan müqaviləsində Azərbaycan iki hissəyə parçalandı. Şimal, cənub. Şimal Rusiyanın, cənub isə İran. Gülüstan adlanan bu ifritənin kağızı qələmə nədənmiş görən? Gülüstan təbii ki, müqaviləsinin bir ifriti adlandırır. O kağız, o yazı yumdu gözləri. Yanan ürəklərə od külə döndü. Bizim aramızda o gündən bəri Gülüstan tikanlı məftilə döndü. Artıq Gülüstan müqaviləsi və tikanlı məftil şimal bu tərəfdə, cənub bu tərəfdə qaldı. Atanı anadan, bacını qardaşından ayıran bir müqavilə oldu. Bir tikanlı məftilə bənzədir şairin. Bir vahid milləti iki hakimin dili doğmalaşdı, bu lap ağ oldu. Və diqqətli olurlar, gör burada nə deyir. Bir vahid milləti iki hakimin. Bir vahid millət Azərbaycan. İki hakim, biri Rusiya, biri İran. Diqqətli olun, biri Rusiya, biri İran. Yəni, Cənubi Azərbaycanda bizim öz ana dilimiz qala-qala fars dilini ora məcburən doğmalaşdırırlar. İnsanları farsça danışma məcbur edirdilər. Diqqətli oluruq, ha. Bir vahid millətə iki hakimin, İran və Rusiyanın dili doğmalaşdı, bu lapaq oldu. Doğma anamızın şəkərdən şirin bizə öyrətdi, dil yasaq oldu. Doğrudan da bu gündə belə demək, bizim Cənubi Azərbaycanda biz görürük ki, 30 milyondan çox orada Azərbaycanlı yaşayır. 10 milyon Şimali Azərbaycanda, 30 milyon Cənubi Azərbaycanlı. 30 milyon Cənubi Azərbaycanlı olan, yəni Azərbaycanlı olan bir məmləkətdə bir dənə də olsa ana dilində məktəb yoxdur. Bizə öyrətdi, dil yasaq etdilər, qadağan qoydular bizə. Özündən, sözündən qaçaq dilimiz. İslanım üşüdü, qarda çiçəkdə. Yüksək məqamlarda yasaq dilimiz qovuşub yaşadı kənddə kəsəbə. Yüksək məqamlarda yasaq dilimiz. Hansı ki, dövlət səviyyəli proqramlarda, tədbirlərdə, çıxışlarda bizim dilimiz yasaq idi. Amma harada yaşayırdı o, kənddə insanlar öz aralarında danışırdılar. Ancaq, demək, dövlət səviyyəsində o dil qadağan olunmuşdu. Ancaq insanlar öz qəlblərində qonşu ilə, evdə, ailədə, məişətdə öz kənddə qovuşdular. Yəni kənddə yadda danışırdılar da. Kənddə o məişətdə, ailədə danışırdılar. Dövlət tədbirlərində, ictimai çıxışlarda yasaq olunmuşdu. İnsan olmaq üçün uşaq dil açar. Yəni bir insanın formalaşması üçün uşaq dil açır.
Yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq da var, şöhrət də var, şan şöhrət də var. Dil yoxsa millət yox, heç varlıdır. Demək, burada ana dilimizin yasaq olma məsələsinə də toxunulur. Quzeydə ayağa qalxan məmləkət. Quzey təbii ki, biz burada quzeydə Şimali Azərbaycan nəzərdə tutur təbii ki. Şimali Azərbaycan qalxan məmləkət. Bir təpə, bir dağlı üzə gəldi. Təpə deyərkən biz Azərbaycanlılar, dağ deyərkən Sovet rejimin. Bir təpə, bir dağlı üzə gəldi. Millətin qəlbinə boy atan nifrət köksün həmləsi ilə o dağı dəldi. Hansı ki, o qəlbimizdə olan o Sovetə qarşı nifrət var ha, o Sovetin o dağını dəldi keçdi. Yaman acıq gəldi bu nifrət ona. Yəni, Sovet baxdı ki, kiçik bir millət, Azərbaycanlılar bizə qarşı çıxdılar və azadlıq əldə etdilər. Bu, onlara acıq gəldi. Tankların altında əzdi milləti 20 yanvarda. Yəni, bizim üsyan qaldırmamız, haqqımızı tələb etməmiz acıq gəldi və bizi əzdi. Sığdıra bilmədi dağ quyruğuna təpə önündəki məğlubiyyəti. Sovet özünə o məğlubiyyətin sığdıra bilmədi ki, mən kiçik bir Azərbaycan qarşısında məğlub oldum. Onu özünə sığışdıra bilmədi. Millət olur. Arzu niyyəti, inamı, inadı öz imanı ilə. Dərk edib bu haqqı, bu həqiqəti suvardı torpaq şəhid qanı ilə. Demək, biz dərk elədik ki, bəli, şəhidlik məqamını ucalmasaq, biz şəhid olmasaq, xalqımız, millətimiz, dövlətimiz azad olmayacaq. Bunu dərk edərək torpaq şəhid qanını suvardı. Eşidib qəlbimin üsyan səsini, yazdım şəhidlərin faciəsini. Yəni, Bəxtiyar Vahabzadə deyir ki, mən qəlbimin üsyan səsini eşidib, şəhidlər poemasının faciəsini yazdım. Dilək bir çiçək də bitirə bilməz. Bu gündən sabah körpüsü almasa, azadlıq ağacı bar, şəhidlər poemasını istədi. Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı suvarılmasa. O şənbə gecəsi 20 yanvar, o şənbə gecəsi gecikdi səhər. Zaman itirmişdi o gün sağ sola, ömürdən keçərək keçdi şəhidlər bir qanlı gecədə 1000 illik olan. Yəni 1000 illik bir o azadlıq, qəlbimizdə dönən o azadlıq var. Onu bir gün içərisində dünyaya sübut etdilər. O şənbə gecəsi ölüb dirildik. Şərəf papaq oldu, başlara qondu. O qətl gecəsi xalqın 1000 illik şücaət tarixi təkrar olundu. 1000 illik tarixi bir gündə təkrar olundu ki. Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Gələcəyə düşünərək şəhid oldular. Üstünə bayraq öz qanları ilə vətən göylərindən çəkdi şəhidlər. O şənbə gecəsi o qətl günü mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb çökdü şəhidlər. Öncə şəhidlər poemasını qeyd etmişik ki, Sovet məhz bizim təzyiq altına, qorxu altına saxlayırdı. Artıq həmin qorxunu biz sökdük. Həmin qorxunu şəhidlərimiz məhv etdilər. Quzeydə yerini göstərdik ya da. Quzeydə, yəni Şimali Azərbaycanda Rusiya öz yerini göstərdi ki, sənin yerin buradır. Sən bizə əzə bilməzsən. Biz ölərik, yolumuzdan dönmərik. Quzeydə yerini göstərdik ya da Rusiyaya. Zorun təməlini haqq deşə bilir. Zor deyəndə Sovetin o təməlini haqqımız deşdi. Gördük bizdən başqa bu gün dünyada bütün ayrılanlar birləşə bildi. Yəni bütün dünyada ayrılanlar birləşir, amma bizim Şimal-Cənubi Azərbaycanın hələ də birləşmir. O dərd bəla hələ də bizim qəlbimizdədir. Bir ikən iki bu halımızla. Bir-birimizi həsrət qalmışıq. Şimal-Cənub, ata-anadan ayrılıb, bacı-qardaşdan ayrılıb. Biz hələ bu gün xəyalımızla həsrətin üstünə körpü salmışıq. Xəyalımızda bu gündə biz onlardan birləşmişik. Amma reallıqda yox. Xəyal olaraq bəli, biz düşünürük ki, bizim 30 milyon Azərbaycanlımız, qanı-qanı, canı-canımızda olan Azərbaycanlılarımız yaşayır orada. Xəyalən, bəli, həsrətin üstünə körpü salmışıq. İnşallah gün gələcək, reallıqda da məhz bu birləşəcək. Daş körpü vəhdətim, daş Xudafərim. Gərəksiz daşların qalağı oldu. Yəni, Xudafərin vaxt var idi, bizim üçün Şimalı-Cənubu birləşdirən bir körpü və biz bir körpünə sadəcə o tərəfə, bu tərəfə keçib gəlirik. Amma indi hal-hazırda o daş qalağıdır. Üstünə bir kimsə keçə bilmədi. Bölünən bir xalqın göz dağı oldu. 2 əsrdir ki, bu daş körpü, o daş körpünün bu tayında mənəm, o tayında sən. Sökülüb, dağılıb daşlar günbəgün sərhəd dirəkləri xəbərsiz oldu. Bizim qəlbimizdən keçən körpü. Yəni, biz görürük ki, təbii ki, sərhəd dirəkləri, demək, Xudafərin körpüsünün, baxsanız internetdə, YouTube-da bax görəsiniz ki, Xudafərin körpüsünün, demək, orta hissəsi çökməyə baxmayaraq, birinci və sonuncu o dirəklər hələ də qalır. Bu da, deyir, o tayında sənsən, bu tayında mən. Aydın oldu mu? Qəlbimizdən keçən körpünü. Qəsbkar qəsdini əbədi sanmış. 2 başda duran tağlara bir bax, bayaq dediyim kimi. Çoxlu dağılsa dimdik dayanmış, birinci tağ ilə axırıncı tağ. Birinci axırıncı tağ dayanıb. Çünki gün gələcək ola bir yerə birləşəcəklər. O tağın biri mənəm, o biri sənsən.
Onlar əsrlərlə dözüb sellərə, selin zərbəsindən tağlar dözübsə, nə gəlib arzusu bir könüllərə. Yəni, gün gəlir doğrudan biz birləşəcək. Bugün qismətimiz qəm-kədərdirsə, bugün hal-hazırda qismətimiz qəm-kədərdirsə, dünənki birliyim heç unudulmaz. 20 yanvarda birliyim heç unudulmaz. Çayın altındakı torpaq birdirsə, o tabutu ayırmaq olur. Doğrudan da çayın altında torpaq birdirsə, vətən birdirsə, üstündən keçən çaya görə biz niyə görə ayrılmalıyıq ki? Köksünə dağ üstdən dağ çəkilən xalq. Bir gün dağ çəkəcək dağın köksünə. Məftil çəpərlərə qıra bilən xalq bir il gec, bir il tez qıracaq yenə. Təbii ki, biz 90-cı illərdə çəpərləri qırdılar. Şimaldan 31 dekabr Dünya Azərbaycan Həmrəylik günü. Bax, həmin gün doğrudan da millətimiz, xalqımız çəpərləri qırdı. Şimaldan canım birləşmək istirdi, amma qarşısını aldılar, qoymadılar. Məftil çəpər qıran bilən xalq bir il gec, bir il tez qıracaq yəni. Yenə də birləşəcək. Torpaq yorulur, vaxt özü qanla. Vaxt gəldi, bircə söz min dünya açar. Artıq anlamışıq ahla amanla nə məftil əriyər, nə sərhəd tutur. Yəni, ah aman elə, nə bilim, biz bunu eyni zamanda Xurşban Natıvan dramında da qeyd olunurlar. Yəni ki, deyir, Seyid Hüseyin deyir, yoldaşlar, inilti yox, xalqa azadlıq lazımdır, əsl azadlıq lazımdır. Yəni, doğrudan da ahla amanla sözdə azadlıq əldə olunmayacaqdır. Biz anlayırıq ki, nə məftillər, nə sərhəd tutur. Yəni, ahla amanla, qarğışla bu düzələn deyil. Bu mütləq azadlıq, ayağa qalxmaq lazımdır. Nə məftil əriyər, nə sərhəd uçar, ahla amanla. Zülm öz-özünə kəsilir gəlim. Baxın, öz gönlünü dəyişən çarxa. Suyun gəlməsindən şübhəm yox mənim. Bir vaxt şırıl-şırıl gələn su. Bu təbii ki, məsəl. Yəni, deyir ki, su gələn arxa biri gələr. Birləşən vətənimiz bir də birləşəcək. Buna bir inan var. Salaq yadımıza bugün cahanın rəngləri dəyişən 5 qitəsini. Biz də görəcək Azərbaycanın şimallı, quzeyli xəritəsini. Doğrudan da inşallah gündəcə biz Azərbaycanın o səfəvlərdən bizə yadigar qalan Azərbaycanın şimalı cənubi xəritəsini biz tam şəkildə inşallah görəcək. Keçək yoldaşlar sənin təhlilinə. Təhlilindən gedir. Demək yoldaşlar, əsər heca vəznində poema yanlarında vaziyyə xətti yoxdur. Təbii ki, Şəhidlər poeması da belədir. Sonra Məhəmməd Hüseyn Şəhriyarın Heydər və Salam poeması da belədir. Yəni, demək heca vəznindədir, vaziyyə xətti yoxdur, lirik poemadır. Poema 2 hissəli bəndə şəklində yazılıb, hər bəndə 4 misradan ibarətdir. Qafiyə sistemi AB, CD, E və E çarpaz qafiyələnib. İkinci hissənin birinci bənd 6 misradan ibarətdir. BB, AD kimi qafiyələnib. Bəxtiyar Vahabzadə ölkəmizin müstəqil əldə etdikdən sonra 1999-cu ildə Gürcüstan davamı kimi İstiqlal poeması yazmışdır. Əsərdə xalqımızın igid övladları mübarizəsindən, şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqillik və azadlıq qürurla danışılır. Poemada xalqımızla, vətənimizlə bağlı talihli problemləri öz əksini tapmışdır. Biri də məhz dil problemi idi. Əsərdə Kölə Afrika zəncirlərinin yadelilər öz məmləkətindən qovduğunu vurğulan şar məmləkətinin nə zaman azad olunacağı bədii solu ifadə edir. Təbii ki, məmləkətin azad olacağını təbii ki, burada Cənubi Azərbaycan nəzərdə tutur ki, məhz Cənubi Azərbaycan nə vaxt azad olunacaq. Şar vətən ikiyə bölünməsini niskil dolu misralar ifadə edir. Ədib Gürcüstan müqabiləsini ifritə adlandırır. Demək olar, şair burada Gürcüstan müqaviləsini ifrit adlandırıb. Gürcüstanın bizə ikiyə ayırdığı deyən şair onun soydaşlarımız arasında tikanlı məftilə döndüyünü vurğular. Poemanın ana dilinin məsələsinə toxunur, bəli. Dilimizin yüksək məqamları yasaq olması, kənddə yaşaması vurğulanır. Ədəb poemada dil varsa, xalq, şan, şöhrət də var. Dil yoxdursa, millət də yoxdur, heç varlıq da yoxdur deyir. Şimali Azərbaycanın ayağa qalxan millətimizin Rus ordusu üzbəüz gəldiyi vurğulanır. Bir təpə bir dağla üz-üzə gəldi, həmin misra deməz. Millətimiz əzmi və düşmənə qarşı qəlbində boy atan kim bu həmləni dağıdıb dələ bildi. Bir təpə bir dağla üzə gəldi misrasına 20 yanvar qırğını işarə edilib. Həmin vaxtı millətin tank altında qalıb əzildiyini vurğulanır. Bu əsərdə Şəhidlər poemasında xatırlanır. Şar bu hadisədən təsirlənib Şəhidlər faciəsini yazdığını vurğular. Aşağıdakı bəndlər həm Şəhidlər, həm də İstiqlal poemasına verilib. Burada demək, bu hissəni təbii ki, biz bilirik ki, hər ikisində var. 20 yanvar hadisəsində millət bir qanlı gecədə 1000 illik yolu qət etdi. Sürənli bayrağı öz qanları ilə vətən göylərini uzaldır. Əsərdə Cənubi Azərbaycandakı soydaşlarımızın həsrət qaldığımız, xəl üzərinə körpü saldığımız vurğulanır. Lirik qəhrəman Xudafərin körpüsünü bölünən bir xalqın göz dağı adlandırır. Millətimizi bir-birindən ayıran qəsbkar öz mənfur əməlini əbədi sansa da, şair birliyimizin sayəsində o mənfur fikirlərin puç olacağına inanır.
Əsas Xudafərin bir milləti bir-birini ayrılsa da, sayın altında torpaq birdirsə, heç kim bunu gücü çatmayacağı vurğulanır. Ədib axla, amanla birliyin mümkün olmayacağını deyir təbii ki, bunu öncə qeyd etdik. Poema nikbin sonluqla bitir. Müəllif həm də ümidlə deyir ki, gün gələcək biz Azərbaycanın şimalı, cənublu, güneyli, quzeyli Azərbaycanın demək xəritəsini görəcək. Demək bu hissədə bir baxaq. Deyir ki, bax bu hissə iki hissədə də var. Qatil gülləsinə qurban gedirkən gözünü şabad dişli şəhidlər. Üstlərini bayrağı öz qanları ilə vətən göylərinə çəkdi şəhidlər. O şənbə gecəsi o qətl günü mümkünə döndərir çox namümkünə. Xalqın qəlbinə qorxu mümkünü o gecə dağıdıb söktü şəhid. Demək ki, bu yoldaşlar həm şəhidlər poeması, həm də İstiqlal poemasında bax bu hissə var. Belə dəyərli yoldaşlar, diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti bir videozada görüşəcək. Minnətdaram.